Yay aylarıdır və hamının ağlı bu dəqiqə dənizdə, tətildə, xarici ölkələrdə səyahətdə və istirahətdədir. Və bu yay aylarında bir çox insanın düşdüyü bir maliyyə tələsi var və bu gün sizə YOLO effektindən danışacağam. Bəziləri fərqində olmadan, bəziləri isə bunu bilərək bu tələyə düşürlər. YOLO effekti nədir? You only live once. Dünyaya bir dəfə gəlirik, dünyada bir dəfə yaşayırıq. Xərcləyin getsin. Pul nədir? Xərcləmək üçündür. Və 10 günün içində yay tətili ərzində tutaq ki, o qədər pul xərcləyirlər ki, qışın ortasına qədər, hətta daha çox müddətli həmin 10 gün ərzində xərclədiyi pulların geri ödəməyə çalışırlar. Bütün ilin yorğunluğunu çıxmağa çalışırlar, istirahət etməyə çalışırlar və bu onlar üçün illik yorğunluğun kompensasiyası kimi gəlir. Amma burada problem nədir? Sən 10 günlük istirahət üçün bütün il boyu borc ödəməli deyilsən əslində. Yəni bu mənim şəxsi fikrimdir. Bəzi insanlar fikirləşirlər ki, elə bir ölkədə gedib gəzmişəm ki, 5000-6000 manat pul xərcləmişəm və il boyu da pulu ödəyərəm, problem yoxdur. Bu insanların şəxsi seçimidir. Mən buna bir şey deyə bilmərəm. Amma mənə görə, yəni 2 həftə üçün əyləndiyin, istirahət etdiyin 2 həftə üçün il boyu pul ödəməyə dəyməz. Amma təbii ki, mən buradan demirəm ki, istirahətə getməyin, əylənməyin, istirahət eləməyin, xarici ölkəyə getməyin. Əsla, təbii ki, gedin, amma yay tətilində gedəcəyiniz istirahət yerləri üçün elə yanvar aylarında siz o pulu yığmaq üçün çalışmalısınız və maaşınızın müəyyən bir hissəsini sırf istirahət üçün ayırmalısınız ki, yay aylarında böyük bir formada borca girməyəsiniz.